insan bizi incir, bir insan bizi izləyir. Sənin heç dinləmə qabiliyyətində yoxdur. Bəli, mən bədəniyyətsizəm. Bugün onun içindeki kişilik icazə vermir ki, otursun bu 3 saat vaxtını biri var boşuna keçir də, biri de var hansısa bir faydalı işlə məşğul olur. Aha. Bəli, bugün o faydalı işlə məşğuldur. Aha. İzran niyə eləmir bunu? Səhiyyə niyə eləmir? Sağ ol qazanır, eyni zamanda torpağının yetişdirdiği səhiyyə niyə eləmir? Heç onun sağ ihtiyacı yoxdur ha. Torpağının Amma insanlara fayda verir. Vallazine valalma vecine valla ve murtaza. Hanım, bayaq mənə səni torpağın yetişdirdiği, torpağın yetişdirdiği səhiyyə naziri niyə eləmir? Eləyir, o da eləyir. Yalan diyanın balası ölsün. Yalan diyanın evində doğulan körpəsi ölsün. Hamı el-ele verip dəstək olmalıdır bir-birinə. Hamı el-ele verip səhiyyədə işdir buradakı zaman. Bax, buradakı o qardaş sənə nə dedi? Dedi ki, dən adama kömək eləmişsən, mənə kömək elə. Bax, qarşımda durur səndən kömək istədi. Niyə məndən işləyir? Demirsən mən hamıya kömək Torpaq edirəm. yetişdirib onu, mən yetişdirim. Bayaqdan deyirsən torpaq Xəstədir yetişdirib. də, neynəsin? Xəstədir. Bə torpaqdan istəsin də. Xəstəlik torpağa baxmır, xəstədir. Bə torpaq yetişdirib Canı axı. olsa gedər torpağı qazar, becərər. Mənə bax, Mənə bax ağız deyirsən açma. ki, Canı səni yoxdur. vətən yetişdirib. Bu torpaq yetişdirib. Bu torpaq açıb, becərib. Bu vətənin, bu torpağın, bu elin haqqımızı sənin gözündən gəlsin. Mən Nə haqqı, nə hansı haqq? Nəysə, yekə danışma, ayıbdır. Hansı haqq? Ay xanım, yenə çıxdı. Hansı haqq ala? Babasının çıxmışdı, götümdə 40 manat idi dərman. Ala bilmirdim, qan axa yazırdı. Babasının qanı olsun sənin övladının ağzına. Hansı haqq? Qazı özünü əllərə basala bilmir, hansı haqq? Dədəm böyle xəstəsidir, stulu deşmişdi, altına vedrə koymuşdu. Xəstə vedrəsi, xəstə qarşok ala bilmirdi. Hansı haqq? Ay sabunlar, ay 72'ler. Biz əraziyə alınmış, hasara alınmış, bizə müqəddəs sayıla bilməz. Biz qoyun deyilik. Hasarlanmış ərazini özümüzə müqəddəs bilək. Bugün Sərxanın yolun gözləyən adamlar var deyə qeyrətlidir. Bugün Sərxan bunu eləməsə yenə bunu qeyrətsiz görəcəksiniz. Deməli, hər bir şeyi bizi qarşılıqla eləyirsiniz. Bugün namaz qılan adamdan soruş, niyə namaz qılırsan, deyir cənnət etmək istəyirəm. Oruc nə tutursan, deyir cənnət etmək istəyirəm. Tövbə niyə eləyirsən, cənnətə görə. Desələr ki, cəhənnəm cənnət yoxdur, etməyəcək. Adam gedir 2 rükət namaz qılır, sonra deyir ki, ayla mənim maşın qismət elə. Allaha belə duamızı nəyinsə qarşılığında edirsiniz. Mənə gəlib burada nə dinlə, vətən məni torpaq yetişdirib. Mənim anam Mərşəxan idi, gedirdi damatın evində, başqasının ölüsü üçün ağlayırdı. 5 manat pul kazanıp məni böyüdüb. Vətən priçom. Adam öz doğması için gücdən ağlayır. Anam gedirdi, Andreydi, bəlkə də cındırın biri olub. Onun üçün ağlayırdı ki, məni böyüdə bilsin. Sən mənə necə vətən danışa bilərsən axı? Vətən mənim evimdir, vətən mənim övladımdır. Vətən mənim evimdə böyütdüyüm, şəhid göndərdiyim adamdır. Şəhid anaları bu günləri TikTok'da oturup 5 jeton gözləyir. Qazilərimiz 80 manatı gözləyir, onu da ala bilmirlər, bankda kreditdədir. Nədən danışırsınız siz, aç? Hələ də çıxıb sabunluq eləyirlər. Qardaş, bax, bugün mən yenə deyirəm. Hal-hazırda bu arvad danışa-danışa vətən deyir, hələ 30 dollar pul kazanır. Azərbaycanda bir qazinin, bir veteranın bir ay gözlədiyi pulu mən indi gedib, qardaş, bu zakazda aparım 2 aylıq qazancın qazandım onu. Bu gülməli diye, bayaq canlıda göstərən paslı indi BMW veteran sürür. Veteran parkingləri var. Vətən kimə? Vətən kimin sayəsində ayaqdadır? Veteran qazilərin, düzdür? Şəhidlərin. Düzdür? Sənin şəhidivə hörmət edən yoxdur. Sənin qazivə hörmət edən yoxdur. Kasıbıva niyə hörmət edin? Bu günləri məni təhqir edən kasıbdır. Bugün Sərxanı təhqir edən kasıbdır. Bax, indi iş şikayət oldu da, Sərxan birinə kömələdi, ikisinə kömələdi, üçünə kömələdi. Bir dənə də kasıb 2 aydır qoşula bilmir. Qoşula bilmir də heç sürə. Ona növbə əli çatmır. Bax, dədəmin qəbrindən dosun Sərxanı soyacaq. Qoşula bilmədiyinə görə soyacaq. Gecə bura bax,
Şərəfsizə bax, hamıya kömək elədi, mən eləmədi. Elə bir Sərxanın boynunun borcudur. Mənə gəlib bu insanları tanıtdırmayın. Mən Amerikaya gələn, burada qabağına çıxdığım bəlkə 20-25 Azərbaycanlı var. Kaş ki çıxmazdım. Çıxmasaydım Lamborghini sürürdüm. Yalan danışıramsa sarı sağ çıxmayım. İşi örgətdim, maşın tapdım, akant açdırdım, banka getdim. Sağ ol dedilərsə Allah'ımız məni öldürsün. Pulumu atmadılarsa Allah'ımız məni öldürsün. Oğurluq eləmədilərsə Allah'ımız məni öldürsün. Əlləri çörək çatan kimi tapıyatdılar mənə. Bəs bu günləri cənab prezident sizə niyə heç nə vermir? Bilirsiniz niyə? Vermir, dua ediyorsunuz. Bir damcı ağzınıza yemək atır, deyirsən qurban. Çünki çörəyin oradan gəlir, bir damcı çörəyin. Sən çörəyi özün qazanmağın yolunu tapsan, rahat dolanabilsən, sənin başını işləyəcək. Sən deyəcəksən bir dəqiqə deyən, filan şey səhvdir. Sənin düşünməyə vaxtın olacaq. Sənin hər şeydə düşünməyə vaxtın olur, beynin işləyir. Sən bugün neynisən? Bax, mən bura gələn Azərbaycana kömək eləməsəydim, mən bunları ancaq özüm işləyib qidalandırsaydım, onlar məndən asılı olacaqdı. Gəlib gedəcəkdi, deyəcəkdi, əli qurban olum filan şeylə. Necə ki, gələndə bir qəpikləri yox idi. Əli yemək almaq lazımdı, gedirdim yemək alırdım. Əli bərbər etmək lazımdı, əli alırdı. Özləri qazandılar, bilirlər də ac qalmayacaqlar. Ac qalmayan adam, bax bu insanlara balıq tutmağı öyrətməyəsən. Balığı tutasan, verəsən yesin. Ac olanda gəlsin qapında gözləsin 3 saat, 5 saat yalvarsın. Nə olar mənə balıq verdin, nə olar? Ona çok qırmağı öyrətdin, necə atsan, hardan çıxır balıq zat. Onu göstərdin, səni daşqalaq eləyəcək, qardaş. Bugün niyə Azərbaycanla heç yerdə birliyi yoxdur? Niyə də qardaş? Bax, mən yalan danışıram. Rusiyada yoxdur, Ukraynada yoxdur, Almaniyada yoxdur, Amerikada yoxdur. Qardaş, bax sizə mən dəlil subut. Azərbaycanlıyam, pisəm, yaxşıyam Azərbaycanlıyam. Çıxıb deyirəm ki, mən 400 qazanıram günə, 300 qazanıram. O biri Azərbaycanlılar çıxır deyir ki, yalan danışır gözünün içinə qədər. Erməni çıxır deyir ki, mən günə 500 qazanıram, o biri erməni çıxıb isə nə deyir? O 500 qazanır, aldadır sizi 1000 qazanır. Ermənilər 1000 qazanır günə. Bu günləri ona görə burada erməni lobbisi güclüdür. Ona görə burada onların hər şeyləri var. Lamborghini sürürlər. Bir dənə dükkanın qabağında 50 dənə erməni yığışır. Bir-birinə bir dənə patdeşkadılar. Bax, marketlər olanın, restoranlar olanın, böyük marketlər. Hətta o qədər əl birliyi eləyiblər. Amerikadakı küçənin adını dəyişib erməni adı qoyublar. Arsaq qoyurlar. Artursan yanı qoyurlar. Küçələr onların adına. Sürdükləri maşınları satdan Azərbaycandakı maşınları sürdükləri 50 nəfərsin maşın alarsan. Hamısı Bentley, Ferrari, Lamborghini sürür. Gir səhifəmə bax. 70 yaşında kişini çəkirəm Amerikadakı. Bir haralısan İranyan, deyirəm yox Azərbaycanlı. Deyirəm I'm from Armenia. Bilsən nə sürür? McLaren. 170 bin dollaradır McLaren. Bu reallıqdan kim qaça bilər? Siz reallığı nədən göstərirsiniz? Bu günləri bir adam çıxsın, yalandan desin, Sərxan çıxsın desin, yaşadığı ölkəni tərifləsin. Aşağıda 500 dənə user profili, adı, soyadı bəlli olmayan, girib deyəcək ki, qurban olun dövlətimə, qurban olun dövlətimə. Qardaş, dövlətinizə qurban olursunuz. Mən deyirəm ki, olunu dövlətinizə, amma arada Sərxana da qurban olun. Mənə qurban olmayın, mən istəmirəm. Mən istəmirəm. Bax, Zakazın səsini eşidirsiniz, qardaş. Mən heç kəsin qurban olmağını mənə istəmirəm. Olun Sərxana, Sərxangilin adamlarına, Sərxan kimi canlı açanlara. Bugün adam, sizə özündən misal çəkirəm, heç başqasından da misal çəkmirəm. Adam təsəvvür elə, adam təsəvvür elə, canlı açır qardaş, canlı. Canlı açır, neynir? Oturur TikTok'ta pek eləyir, düzdür? TikTok'ta pek eləyib, ortada problem yaşayan kim olur? Sərxan. Adam PK'dan pul kazanır. Problem yaşayan kim olur? Sərxan. TikTok'tan pul kazanan kim olur? Sərxan kazanmır ki, pek eləyən kazanır. Ali burada mənfi 20 derecede işləyir. Xəyanatkar kim olur? Üzr istəyirəm. Ali burada mənfi 20 derecede işləyəndə xəyanatkar kim olur? Ali olur. Dövləti xəyanət edən kim olur? Ali olur. Vətən xaini kim olur? Ali olur. Ali niyə? Çünki mənfi 20 derecede dizə qədər qarda çıxıb işləyir.
Əli mənfi 20 dərəcədə çıxıb işləyir. Sərxan heç kəsdən burada pul gözləmir. Ona görə nə Sərxan qəhrəman olandı, nə Əli qəhrəman olandı. Biz heç vaxt qəhrəman olmayacaq. Biz maksimum biraz keçdi, düşman olacaq bir-birimizə. Müştəri də yeməyi dağıldı, flok sırıldı. İndi görüm nə deyəcək. Yəqin şikayət Yaxşı edəcək. Əli, istirahət elə. Öpürəm səni, mən işləyirəm, mən öz canımı açıb işləyirəm. Bu millətə yenə də deyirəm. Dəyməz eləmə, mən bu sənin canlı ilə bağlı video çəkəcəm. İnsanlara məlumat verəm. Bilirsən, mən həqiqi burada vacib məsələlər var ki, yox demək olmur. Yəni, hamı bilir. Yəni, Allah ki, Amma qəbullanmaq lazımdır da, nə olar, başqa yerdə gedib yazmasınlar. o məni pisləsin.